Hal-hazırda orada aparılan bir müəyyən təhqiqatlar ki var. Seçki korrupsiyası, seçkilərin ələ alınması ilə bugün birinci səfər 4 nəfər tutulub. Ələ alınması ilə bağlı onların Milli Təhlükəsizlik Xidmətinin apardığı təhqiqat var. Bu təhqiqatın nəticəsi olaraq mən hansısa o partiyalardan hər ikisinin və yaxud birinin bağlanmasını və onların deputat mandatlarının ləğvini, indi Ermənistan konstitusiyası və parlamentin Karapetyanın və Köçəryan partiyalarının söhbət edir. Təşkili məsələlərinin o konkret texniki tərəfləri barədə lap səhih, necə deyərlər, məlumatlara malik deyiləm, amma bu səsləndirilir ki, belə bir hal mümkündür. Və o bugün sizin Paşinyanın fikrinə dedi ki, indiki hazırda bizim əsas məsələmiz revanşist qüvvələrin demək, qarşısını kəsməkdir, aradan qaldırmaqdır, neytrallaşdırmaqdır. Hansısa bir məqamda demək, onların sıradan çıxarılması və yeni seçkilərin gündəmə gəlməsini mən istənilmirəm. Çünki əgər nail olsaq ki, o dərəcəyə qədər möhkəmlənsə, avqust ayında ilkin hökumətin təşkili hələ olacaq, yeri gəlmişkən, dünən hələ seçki olub və seçkinin nəticələri Konstitusiya Məhkəməsində Ermənistanın təsdiq olunmuyor hələ. Hələ şikayətlər mərhələsi var. 14-də Mərkəzi Seçki Komissiyası təsdiq elədi, bu ayın 14-də. İndi Konstitusiya təsdiq məsələlərdir. Səhv eləmirəmsə, elə bugün məlumat yayıldı ki, bu güclü Ermənistan bloku Konstitusiya Məhkəməsində seçkilərin ləğvi barədə, tanınmaması barədə demək, sənəd təqdim edibdir. Baxılacaqdır ona da. O halda yeni seçkilər avtomatik gündəmə gələcək. Niyə? Ona görə ki, Ermənistan konstitusiyasına görə ən azı 3 partiyadan ibarət olmalıdır. Burada 100% bilirsiniz ki, proporsional seçki sistemidir. Və parlamentdə ən azı 3 partiya təmsil olunmalıdır. Bununla əlaqədar düzdür, bir maraqlı cəhət də var. Müxalifət tərəfdən də səslər gəlir ki, həm güclü Ermənistan, həm Ermənistan, Hayıstan da əslində o adı, Köçəryanın blokunun adı. Onlar hər ikisi imtina eləsin mandatdan, onda bir partiya qalır və güya onda orada da seçki tərəfdarları var, onda buraxılır parlament. Amma çox yenə maraqlıdır, mən diqqət elədim, həm Simanyanın, həm digərlərinin belə bir baxışları var ki, yox, bu güya parlamentin buraxılmasına və hökumətin təşkilinə mane olmur. Hətta onlar gəlməsə bura daha çoxdur. Bu, onlarda deputatların istifa məsələsi gündəmdə deyil. Hansısa bir şəkildə olması barədə mənim o konkret o mexanizmləri barədə məlumatım sözündə olsun deyil, gərək onu da öyrənmək olar. Amma orada belədir ki, təxminən bir 300-ə yaxın, yoxsa neçə namizəd göstərilir. Yəni, istifa verdikcə, yəni blokun özünün istifa verməsi anlayışı yoxdur. Ona görə də belə görünür ki, hətta onlar istifa verdik desələr belə, müəyyən müddətlər qalır ki, elə bu vətəndaş müqaviləsi təşkilatı, hökumət təşkili fəaliyyətini davam edəcəkdir. Bu cür fikirlərdə səsləndirilir. Hər şey asılı olacaqdır cəmiyyətin müxalifətə yoxsa Paşinyana verəcəyi dəstəkdən. İndi məsələn, güclü Ermənistan bloku müxalifətin ümumi bir mitingini elan edir. Dünən Samvel Karapetyanın çağırışı oldu ki, biz seçki ərəfəsində seçkidə birləşə bilmədik, post-seçki dövrdə birləşək. Və bunun da ilkin əlaməti bu miting olmalıdır, güya. Digər tərəfdən birisi onların hər üçü, Samvel Karapetyan məlum, o ev həbsindədir. Amma o Narek, onun qardaşı oğlu, Narek Karapetyanın da getməsinə, ölkədən çıxmasına məhdudiyyət qoyulubdur. Köçəryanın da çox belə kovuş şəkildə geri qaytardılar Moskvaya qaçanda. İndi qaçanda deyirlər, bu deyir, yox, elə özüm gedirdim. Amma hər halda, demək, həbslər davam edir. O baxımdan biz hələ gəlin çox tələsməyək. Mən prinsip etibarilə hansısa bir məqamda, baxmayaraq ki, elan edir bunu Paşinyan və indiki məqamda hələ ki biz seçkiyə getmirik deyir, mən yeni seçkiləri istisna eləmirəm. Yeni seçkilərlə eyni vaxtda hazırlanmış konstitusiya layihəsi, onun da hətta elə eyni vaxtda referenduma buraxılmasını demək istisna eləmirəm.